olmağa çalışacağıq. İnşaatla bağlı, inşaatda olan təbii ki, təmir tikinti olsun və digər məsələlərin vergilərlə bağlı olsun, əmlakla bağlı olsun, icarə, kirayə məsələləri də müzakirə olunur. Müxtəlif şirkət sahibləri də bizim studiyamızın qonağı olurlar. İstər müdirlər, istər yəni rəhbər şəxslər və s. Bugün də yetəri qədər maraqlı mövzumuz var. Mənə elə gəlir ki, bir çoxları bundan agah olmaq istəyir. Bugünkü mövzumuz kirayə vergisi ilə bağlıdır və qonağımız marketoloq əmlak üzrə ekspert Firdovsi Xəlilovdur. Xoş gəlmisiniz, necəsiz? Xoş gördük, əlayam. Çox sağ olun. Qarı gördünüz, görmədiniz? Hansı ərazidə yaşayırdınız siz? Bakı şəhər, Nərmanov ərazisi. Nərmanov, onu da görmüsünüz də. Niyə şikayət edirsiniz? Görməyənlər olur, ona görə. Doya bilmədik, dartmalar. Amma sanki istilər gəlir, nədirsə bilmirəm. Fevraldan nə gözləyək, mən bilmirəm. Nə fikirləşirsiniz? O dedikləri qar olacaq? Adətən Bakı şəhər, Abşeron ərazisindəki qar şimaldan gələn siklonlar hesabına da, oradan gələn hava kütləsi hesabına baş verir. Bəzən də qərbdən, əsasən də şimaldan. Ora baxmaq lazım ki, orada ciddi soyuqlar varsa və istiqaməti cənuba, şərqə doğrudursa, deməli burada qar gözləmək olar. Yaxşı olar onda. İstəyirəm mövzumuza keçid alaq, başlayaq. Nömrəmizi qeyd eləyək. 055-203 1103 WhatsApp nömrəmizdir. Kirayə vergisi ilə bağlı danışırıq. Nə suallarınız olsa siz də ünvanlayın təbii ki. Ümumiyyətlə, yəni kirayə bazarından danışırıq. Bu barədə danışırıq və qonağımız təbii ki, bizə bu məsələdə kömək olacaq. Bu ayın birindən fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsi 14%-dən 10%-ə endirilib. İstəyirəm əvvəlcə bax bunun səbəbindən danışaq. Adətən yəni biz artımlar müşahidə eləmişik. Bu dəfə isə vergidə azalma olub. Nə ilə bağlıdır? Deməli, bu onunla əlaqədardır ki, bu kirayə mənzil bazarı ciddi bir şəkildə kölgə iqtisadiyyatıdır. Çox ciddi bir hissəsi. Əlbəttə ki, Azərbaycanda əksər istiqamətlərdə olduğu kimi neft-qaz istisnadır burada. Statistik məlumatları əldə etmək çox çətindir. Statistikaya görə deməli dəfələrlə araşdırdıq. Neçə ədəd mənzil icarədədir, mənzil olaraq. Bunu tapa bilmədik. Təqribi bir məqalədən 18-ci ilə aid idi bir araşdırma nəticəsində 6000 civarında mənzil göstərirdi. Faktiki olaraq isə 280-320 min arası mənzil ev icarədədir. Bu gülünc bir rəqəmdir. Ha belə 14% icarə vergisi tətbiq olunan zaman biz hesab edirdik ki, əlimizdə fakt yoxdur, sübut edə bilərik mi? Xeyr. Hesab edirdik ki, faktiki rəqəmlər göstərilmir. Misal üçün, evinizi 1000 manat icarəyə vermişsinizsə, burada 300 manat göstərirsiniz. Hansısa bir səbəbdən rəsmi olmasını, müqavilə olmasını istəyirsiniz. O şəkildə belə bir şeydir. Bu 10%-ə endirilmək doğruluq istiqamətində atılmış çox kiçik bir addımdır. Çox kiçik və yetərsiz addımdır. Amma istiqamət doğrudur. İstiqamət doğrudur. 14% haqsız yerə yüksək bir faiz idi. Haqsız yerə yüksək bir faiz idi. İndi məni İqtisadiyyat Nazirliyindən dinləyənlər və vergilərdən dinləyənlər deyə bilərlər ki, parlamentdən hər dəfə ağız dolusu danışırsınız, İngiltərə belə gəldi, Amerika elə getdi, Türkiyə belə getdi. Ola bilər, elə deyərlər. Bəli, 10%, hətta 20%-ə qədər vergilər var. Amma biz neyi verib, qarşılığında neyi istəyirik? Rəqəmlərə baxanda orada hər şey aydın olur ki, nə üçün 14% çox yüksək rəqəmdir. Nə üçün 10% də olduqca 10% də çoxdur, bəli. Olduqca yüksək rəqəmdir. Tez-tez qarşılaşmışıq da, yəni Azərbaycanda ev ucuzdur yoxsa bahadır? Yəni belə bir sual verim sizə. Bakıda ev ucuzdur yoxsa bahadır? Bahadır. Bəli. Bahalıq neynən ölçülür? Müqayisə edirik, əhalinin real gəliri ilə müqayisə etdikdə bahadır. Məsələn, Bakı şəhərində 1067 manatdır, səhv eləmirəmsə, orta aylıq əmək haqqı, evlərin ortalama 1 kvadrat metrinin qiyməti, təmirsizinin qiyməti 3000 manat, 2500, 3000 sularındadır. Mən hələ minimalını deyirəm. Yəni 2000-ə tapsanız sevinirsiniz.
3500, 4000 də əksər təkliflər. Deyirsiniz ki, qardaş, 1067 mən 4 ay heç nə yemədən işləməliyəm ki, evin 1 kvadrat metrini alım. Onun üçün bahadır. Bu özlüyündə, əgər əmlak sektorunda deyilsinizsə, əmlak eksperti deyil, hətta iqtisadçısınızsa, bu sözləri səsləndirə bilərsiniz. Və yaxud da səsləndirirlər ki, baxın, Bakıda ev əslində belə bir şey yoxdur, amma deyirlər ki, İstanbuldan bahadır. Baha deyil. Deyirlər. Bu müqayisələr hamısı profesional yanaşsaq, əmlakçı olaraq yanaşsaq, kökündən səhvdir. Bir ev necə olanda baha olur, yəni bunun elmi tərəfi, necə olanda ucuz olur. Bir ev, misal üçün, Bakının X ərazisində 50 minədirsə ucuzdur, 500 minədirsə bahadır deyə bir şey yoxdur. Dünya standartlarına görə property value yield deyilən bir termin var. Çox da izləyicilərimizi yormayaq. Bu o deməkdir ki, əmlakın qiyməti onun illik icarə gəliri o əmlak qiymətinin neçə faizidir. Əgər bizim əmlakımızın bugünkü bazar qiyməti onun illik icarə faizindən 5%-dən daha azdırsa, o əmlak bahalıdır. 5%-dən çoxdursa, o əmlak ucuzdur. İstəyir o 1 milyon olsun, istəyir 10 min olsun. Fərqi yoxdur. Bu evin, misal üçün, nümunələrlə izah edeyim, indi tam aydın olacaq. Nəsimi rayonunda ortalama bir evin qiyməti 100 kvadrat, təmirsiz evin qiyməti təqribən 300 min manatdır. Yəni, bu məlumdur. Biz onu təmir edib, minimal əşyalarla təmir eləsək, 70 min də xərc çəkməliyik. Təqribən də, yəni aldığımız 300 min evə, 370 min. Onu icarəyə vermək istəsək, 1000 manat icarəyə verə bilirik. İcarəyə verə bilirik. Düzdür, ola bilər ki, bunun mənzərəsi filan yer açılır, onda avtomatik qiyməti də artmış olacaq. Digər qiyməti. Və 1000 manatlıq icarə, bir də burada başqa bir əmsal da ortalığa gelir. İllik doluluq əmsalı. Biz buna profesional yatırım, passiv yatırımçı kimi fikirləşirik. Yəni şey deyil. Yəni ki, pulum əldən çıxır, nə də olsa aparım yatırım mənasında yox. Profesional, passiv yatırımçıyıq biz. Orta illikdə 2 ay icazənizlə boş olmuş ola bilər də. Belə olmuş olanda biz 10 min manat kirayə gəliri toplayırıq. Mənfəət deyil, gəliridir. Neçə müddət ərzində? 1 il ərzində. Bu da edir 2,7 faizi. Dünya ortalamasına görə 5%-dən az toplayırıqsa, bahalıdır, sərfəsizdir. 5%-dən çox ucuzdur. Əmlak ucuzdur, sərfəlidir. Yəni, profesional tövsiyə istəyirlərsə. Belə olan halda Azərbaycanda bu reyt 2,2 ilə ən yaxşı hallarda 4-ə yaxınlaşır. Ortalama 3,2-dir. 3,2-dir Azərbaycan üzrə. Mənim reytim, faiz, belə deyək də, performansım 3,2 olduğu halda sən nə haqla məndən 14% vergi istəyirsən? Bilirsiniz, niyə bənzər? Mən bu məsələ çəkməyi sevirəm. Fərz edin ki, mən 1,50 boylarında, yaşı gəlib 50-yə çatmış, ailə qurmamış, gömbul, keçəl, ağzından iyi gələn, heç bir şey bacarmayan, nitqi düzgün olmayan, kobud, arzu olunmaz, pis aurası olan bir bəyəm və tələb qoyuram ki, mən bir 24-25 yaşında həkim, əlinə əl dəyməmiş, belə gözəl, elə gözəl, dünya gözəli bir xanımla evlənməliyəm. Niyə də? Niyə? Axı niyə? Bizim sektorumuz hal-hazırda reyti 3,2-dir. Çünki əhalinin real gəlirləri azdır. Real gəlirləri azdır. Əmlak sahibi istəyər ki, onu biraz daha yüksək qiymətdən icarəyə versin. Verə bilmir, versə boş qalacaq evi. Yenə də gəlib daha aşağıya düşəcək. Real gəliri az olan yerdə siz niyə görə məndən 14% vergi istəyirsiniz ki? Yaxşı, sual da ola bilər ki, ondan istəməyək, bundan istəməyək, bəs büdcəmiz dolmalıdır axı. Yəni, belə pis çıxmasın, hər şey o büdcədən asılıdır. Dövlətin büdcəsidir, əlbəttə də olmalıdır. Biz 14%, 10% tələb etməklə topladığımız vəsaiti 10 dəfələrlə çox toplaya bilərik, nominal olaraq. Necə toplaya bilərik?
Biz birinci şəffaf, aydın, rahat, əl çatan bir dənə vergi mexanizmi qurmalıyıq. İcarəyə götürənə təklif eləyək 1,5% o ödəsin. İcarəyə verəndə 1,5% versin. Hamı könüllü olacaq onda. Nəhayətində biz 6.000-i 10.000-ə inzibati üsullarla özdə polis göndərirlər qapıya. Bunu hara qədər eləyə bilərsiniz ki? Hara qədər eləyə bilərsiniz? Bu işin içində haqqaniyyət yoxdursa, bu yenə də bəli 6.000-i toplayacaqsınız 20.000, lap 50.000. Yenə də orada qaçmalar olacaq. Siz nə biləcəksiniz ki, o adamlar neçə icarəyə verib? Yenə də o 1000 manata icarəyə verdiyi evi deyəcək 400-ə verir, 500-ə verir. Yenə də siz pulunuzu istədiyinizi eləyə bilməyəcəksiniz. Ara yerdə polisin onsuzsa iş yükü dəhşətli dərəcədə çoxdur. Onların vaxtını alacaqsınız ki, daha vacib işlər var, onunla məşğul ola bilərdi. Olmazmı ki, məsəl üçün, hədəf qoyaq ki, biz 200.000 insandan 3%-dən toplasaq, real qiyməti nəhəng məbləğlər eləyir. Bunu eləmək üçün nə etməliyik də? Yəni ki, onu eləmək üçün şəffaf, işlək bir mexanizm quraq. Həm dövlətimiz nominal olaraq dəfələrlə qat-qat daha çox məbləği daha az əziyyət çəkərək, xalqa da daha az əziyyət verərək toplasın. Bunun çıxış yolunu mən belə görürəm. Yəni sadə dillə desək, deyir, həm alandan, həm satandan çıxır burada məsələ, yoxsa necə? O qarşılıqlı razılaşma əsasındadır. Nəhayətində alandan çıxır bu vergi. Çünki fərz edin ki, sizin bir eviniz var, onu icarəyə verəcəksiniz. Polis də gəlib dayanıb başınızın üstündə, deyir, baxıram buradan hansı qiymətə icarəyə verəsənsə 10%. Siz onu niyyət eləmişdinizsə ki, 1000 manata icarəyə verəsiniz, deyəcəksiniz ki, dostum, 1100 manata icarəyə verirəm. Onun 100 manatı da vergimdir. Bir çox işlər elə qurulur əslində. Siz dediyiniz sistemlə belə baxanda. Yəni bəzən, yəni bizim işlərdə də, hər hansı bir işlərdə biz müəyyən qədər bəzi məsələləri nəzərə alıb qiymət deyə bilirik. Yəni məsələn, ona görə məncə sadə və yaxşı ideyadır o barədə. Yəni üstünə qoyub demək kimi çıxır da bu sadə dillə desək. Düzdürmü? Evet. Yəni mən istəyirəm burada 500 manatı təmiz götürüm, deyirəm 550 manat və yaxud 600 manat yox. Oradakı benefit də var da, xeyir də var. Fərz edin ki, sizin 4 dənə eviniz var, 10 ildən çoxdur ki, bunu müxtəlif qiymətlərdən icarəyə vermisiniz. Mən bir gəlib deyirəm ki, faktiki olaraq nə qədər neçəyə icarəyə vermisinizsə 10%-ni mənə verin. Sizin eləyəcəyiniz ilk addım təksib eləməkdir. İcarədə olduğunu təksib eləməkdir. İkinci addım, bəli, icarədədir. Qiymətin bir 15-20%-ni göstərəcəksiniz verməmək üçün. Çünki gedib kiraçılarınıza da onun qiymətini artırmaq da çətin prosesdir. 10% də az məbləğ deyil. 10% az məbləğ deyil. Əhalinin real gəlirlərinin göz önündə tutsaq az məbləğ deyil. Amma desəm ki, məsəl üçün 1000 manata verdiyiniz evdən gətirin tam rəsmiləşsin, şəffaflaşsın, 20 manat, 30 manat vergi verin, siz onu sevə-sevə verəcəksiniz ki, qoy ürəyim rahat olsun, 30 manat. Bəlkə də 50 verəcəm. Yenə o deyir. Bəlkə də, yəni şey eləmək olar, amma 10% düşünürəm ki, yenə də çoxdur, çətin olacaq. Belə, yəni WhatsApp nömrəmiz var. Bilmirəm, indi qonağımızla nə qədər razılaşan insanlar var. Bax, onlar da yeri gəlmişkən yaza bilərlər. İndi kiminsə başqa fikri, başqa təklifi də ola bilər ki, bax, belə olsaydı daha da yaxşı olardı. 055-203-1103 WhatsApp nömrəmiz açıqdır. Siz də bizə yazın, biz birazdan qayıdırıq. Xəzər radiosunda reklam vaxtı. Dinləyicilərimiz var. Bir daha nömrəmizi xatırladıram, 055-203-1103. Siz də yaza bilərsiniz bizə. Firdevsi bəy, vergi azalsa da bizim insanlarımız bax yenə onun yüksək olduğunu bildirirlər. Necə ki, elə siz dediniz. Dinləyicilərimiz daha çox bahalı şəhər hesab olunan Moskva ilə müqayisə edirlər ki, bəs orada 5%-dir. Niyə bizdə 10% olmalıdır? Qonşu dövlətlərlə müqayisə etsək faiz dərəcəsi barədə yenə də nə deyə bilərik? Bəlkə hər hansı bir əlavəniz ola bilər. Belə bir şey deyim, əslində maraqlı sual verdiniz. Qonşu dövlətlərdən bu istiqamətdə ibrət nümunə götürə bilərik. Praktikası edib uğurlu olub. Misal üçün Gürcüstan. Onlarda 1%-dir. 1%? Bəli.
Demək ki, yoxdur ki, heç nə Bəli. olur. Ola bilsin səhv eləyərəm 1,5% olmuş ola bilər, amma 1%-dir. Türkiyədə yüksəkdir, bizdən yüksəkdir. Amma həm Gürcüstan, həm də Türkiyə verir, bir əli ilə gətirir sizə bazarı yaradıb, yəni bazarı var bu ölkənin. Türkiyədə hər hansısa bir, hətta əyalət şəhərlərində belə sizin əmlakınızın boş qalmaq əmsalı da çox-çox aşağıdır. Türkiyəyə 62 milyon illik turist gəlir. Bizim ölkəyə nə qədər gəlir? Deməli 2 milyondan azca çoxdur. Bizim turist dediyimiz adamlar özləri də turist deyirlər. Böyük əksəriyyəti. Turizmin nə qədər turizm mütəxəssisi varsa, bir o qədər də çox turizmin tərifi var. Mənim ən çox xoşuma gələn turistin tərifi bundan ibarətdir ki, qalmağa yeri kirayə götürən, yediyi yeməyi hazır alıb yeyən, gələn, müvəqqəti qalan insan turistdir. Bu ola bilsin ki, gedər, dayanar, dayanacaqda peraşki yeyər. Ola bilər ki, oturar ən bahalı restoranda steak yeyər. Ola bilər ki, Hətəm dayının bir otağını arendaya götürər, 5 manat verər, orada bir yatağa qalar. Ola da bilər ki, ən lüks otelin gecəsinə 400 dollar ödəyər, 500, 1000 dollar, nəysə nə. Bunlar hər ikisi turistdir. Bunların sadəcə sinif fərqi yaranmış olur. Biz isə turist vizası ilə ölkəmizə girən Azərbaycan mənşəli xarici vətəndaşları, kimsə gəlir ailəsini ziyarət eləməyə, Sabirabadın, Şəmkirin kəndinə dəyir, biz onu sayırıq, turistdir bu. Turist sayımız dəfələrlə azdır. Daha sonra bir də mental tərəfi də var. Misal üçün, Azərbaycanda mənzil sahibi olmaq faizi Türkiyədən yüksəkdir. Amma Türkiyənin də bizdən daha yaxşı, müsbət bir alışqanlıqları var. Nədən ibarətdir? Qoy bunu da deyim. Bu da maraqlı bir segmentdir. Yəni, əslində bazar payını böyütmək olar. Misal üçün, siz çalışırsınız Yeni Yasamalda, eviniz Əhmədlidədir. Gündə 3 saat yolda qalacaqsınız. 3 saat ən azı. Türklər necə edirlər? Bizim qədər çox ev almırlar. İşlərinə, dərslərinə, məktəblərinə yaxın yerdə icarəyə götürürlər. Və ya evləri varsa bu qədər məsafədə oradakı evini icarəyə verib iş yerinə yaxın yerdə qalırlar. Bu nəticədə nəqliyyatın yükünü azaldır, orada çəkilən xərci azaldır. Yəni sizin əgər avtomobil istehsal edirsinizsə, üzr istəyirəm, avtomobil istismar edirsinizsə, fərdi avtomobillə işə gedib gəlirsinizsə, Bakı şəhərində gündə 3 saat yolda qalmaqla 22 gün içində siz hardasa 450-500 manatlıq yanacaq istifadə edirsiniz. Bunun cərmələri var, dayanma, parkinq adı var. Siz əgər öz evinizi icarəyə verib iş yerinizə yaxın icarə götürsəniz, ya aradakı yanacağa işlətdiyiniz fərqi üstünə qoymaqla sıfırla başa çıxarsınız. Ən azı zaman udacaqsınız. Zaman özünüzə qalır. Çox dəyərli zamanınız özünüzə qalır. Bu da time management. Bir var səhər saat 7-də çıxasan, bir də var səhər saat 9-un yarısı 9-a qalmış çıxasan. Məsələn deyirəm. Əslində gün içində bizim özümüzə aid olan vaxtımız 2-3 saatdan çox deyil. İşdə keçiririk 9 saatı, 3 saatı yolda keçiririk, 8 saat yuxuda ehtiyaclar üçün keçirdiyimiz vaxt baxırıq ki, özümüzə aiddir. Yəni heç bir şey eləmədən özümüzün hökm verəcəyimiz vaxtımız 2-3 saatdır, onu da yolda keçiririk. Bir dinləyici sizi dinləyir, davam edirik, maraqlı söhbət edirsiniz, çıxışlarınız maraqlıdır. Salam, mənim bir tanışım var deyir, sırf o vön söhbətinə və 3 aydan bir verilən hesabata görə kirayədən vergi vermir. Deyir, gərək bütün işimi atım, bununla məşğul olum. Yəqin ki, sadəcə münasibətinizi öyrənmək istəyir buna. Əslində onu sadələşdirirlər. Əvvəldə var idi, amma əvvəl vön açmadan vergi verə bilirdiniz. Amma mexanizm həqiqətən haqlıdır, çətindir. Çətindir. Bu mexanizm son dərəcə əl çatan olmalıdır. Birinci oradan başlanmalıdır. Çətinlik nədən ibarət olur, Firdevs bəy? Bilirsiniz, yəni təqribi əgər uzun mən məsələdirsə. lap dəqiq deyim. Mən 16-cı ildə, hətta 13-cü ildən Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Özümü heç də bacarıqsız bir insan kimi hesab eləmirəm. Fiziki şəxs olaraq hesabatımı mən tək başıma verə bilmirəm. Kömək alıb verirəm və ödənişli xidmət alıb verirəm. Olduqca çətindir. Buna görə mühasib axtarırlar, yoxsa? Bəli. Bəzi kiçik sahibkarlar var ki, 350-400 manat dövriyyəsi olur.
dövriyyənin hesabatını verəcək. 200 manat mühasibə verir ki, bunun hesabatını hazırlasın, versin. Vay halına ki, orada bir dənə 5 manat, 10 manat səhv göndərə, sərəncam gəlir, gəl başqa bir adam tap, müqabilə bağla ki, getsin vergilərdə sizin adınızdan çıxış eləsin və ya neynəsin. Yəni, olduqca çətin bir mexanizm qurublar. Hər addımla bunu deyirik ki, hərəkət və hərəkətsizliklərimizlə, ey vətəndaş, neynirsən elə, get kölgədə qal. Bundan bu nəticəyə gəlmək olur. Firdevsi bəy, indi bayaq ki digər sualımızda, yəni birinci sualımızda bizə köməklik göstərdiniz, bir məsləhətinizi verdiniz ki, bunun asan yolu belə olardı. Bax, bu məsələdə asan sistem necə qurula bilərdi ki? Nə fikirləşirsiniz? Elə olmalıdır ki, 3 illik təhsili olan hər bir şəxs əmlakını icarəyə verəndə ya hal-hazırda sima üzərindən eləyə bilir. Son dərəcə asan bir şəkildə harasa SMS göndərməklə, ya stop yazmaqla, ya neynəməklə bunu icarəyə verib təsdiqlədə bilsin. Bunlar asan xidmət edə bilər, məsələn. Yəqin ki, edə bilər. Asan xidmət də əlbəttə edə bilər. Mexanizm, asan xidmət icraçı orqandır. Təşəbbüskar deyil ki, verilən qanunları icra eləyir. Kifayət qədər də gözəl icra eləyir. Biz təsdiq edirik, bayaqdan düzə də düz demək lazımdır. Mən həmişə yararlanmışam. Yəni, həqiqətən nə zaman ki bilmişəm ki, məni asan xidmətə göndərirlər, nə barədə deyirlər ki, gedin orada həll olur. Artıq canım rahat olur ki, gedəcəm 15 dəqiqə ərzində hər şeyi həll edib qayıdacam və elə də olub. Haqqını vermək lazımdır. Mexanizmi sadələşdirmək lazımdır, fikirləşmək lazımdır ki, bunun hamısı maliyyəçi deyil, iqtisadlı heç deyil. Bunun heç təhsili də olmaya bilər. Evi də, yəni atadan, babadan qalma evi olmuş. Bu və ya digər şəkildə mənzili var. Bunu icarəyə verib, vicdanlı vətəndaş kimi vergisini ödəyir. Bu son dərəcə 3-cü sinif şagirdinin də başa düşəcəyi asan bir mexanizmlə olmalıdır. Və ya nümunə üçün gedib Gürcüstanda baxsınlar ki, necə eləyirlər. Özbəklər hal-hazırda bu dəqiqə tək icarədən getmir söhbət. Tək icarədən getmir. Ümumiyyətlə sahibkarlığı elə eləməyə çalışırlar ki, sahibkar təqribən bir 400 min dollar civarında idi olan dövriyyəsi, səhv eləmiş ola bilərəm. Hansısa bir minimal məbləğə qədər rahat oturduğu yerdən verə bilsin. Bir nümunə deyim sizə. Mən ingiliscəm upper intermediate-də, yəni advanced deyildə, yəni belə deyim ki, 10 üzərindən 6-7 deyə bilərik. Amerikada olduğum praktika bir neçə ayda, oradan çox vaxt olmamışam. Onda da gənc idim, ağlım kəsmirdi ki, nə idi. Mən buradan oturaraq Amerikalıların 2 milyona qədər dövriyyəsi olan hesabatını 1-2 həftə içində öyrəndim. 13-cü ildən bura Azərbaycanı öyrənib başa çata bilmirəm. Maraqlıdır. Bir də bir söz nə təklif edirəm. Mənim də ağlıma belə bir məqam gəldi də. Əgər biz vergi faizlərinin çox olmasından danışırıqsa, bunu belə də etmək olarmı? Məsələn, birinci o sualı verim. Bir insan ki, kirayə evini verir, düzdürmü? Vermədiyi halda, tutaq ki, 3 ay verdi, 3 aydan sonra kirayəçi olmadı da, yəni qalan yoxdur orada. O təbii ki, ödəmir də vergi, düzdür? Əlbəttə. Ödəmir. Amma əmlak vergisi ödəyir. Mən bilsiz nəyə görə? Mən təklif edirəm, hətta belə də etmək olar. Tutaq ki, faizi çox aşağı salasan, vergi üzrə. Amma artıq sanki bu evin bir adı qoyulsun ki, məsələn, bir il bu yalnız kirayə üçün işləyəcək, düzdürmü? Və kirayəçi olmadı, o həmin faizi ödəsin. Elə bir şey təklif etmək olar. Yəni, anladınız yəqin ki məni. Vergi çox aşağı olur faizi və mənim kirayəçim olmadı. Məsələn, mən bir il ərzində o faizi amma ödəyirəm. O da çıxış yollarından biridir, amma durduq yerdə işimizi qəlizləşdirir. Qəlizləşdirmirik də, onsuz da faiz aşağıdır da. Olmazmı ki, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi açıqlasın ki, hər hansısa bir tədqiqat institutlarına, xahiş edirəm bu barədə də danışaq, təhsil barədə. Hər hansısa bir, tutalım ki, İqtisad Universitetinə, Bakı Mühəndislik Universitetinə, ADA-ya müraciət eləsin ki, dostlar, mən hal-hazırda, baxın, 2018-dən 2025-ci illər arası mənzil icarələrindən bu qədər gəlir əldə etmişəm, vergi gəliri. Şərti olaraq deyirəm, toplamda şərti olaraq 1 milyon. Mən istəyirəm ki, bu 10 milyon olsun. Necə eləyək olsun? Qoy onlar çalışsınlar, həm onlar da inkişaf eləmiş olarlar, gətirib təklif versinlər. Dünyada praktika belədir. Biz dünya praktikasını götürüb Azərbaycana tətbiq eləyəndə də fail olmağımızın, yəni uğursuz olmağımızın səbəblərindən biri də budur ki,
Misal üçün Almaniyada uğurlu olan bir şey bizdə uğurlu olmaya bilər. Necə ki bizdə hal-hazırda bilirsiniz də, yəni biz tənqid eləməyə də öyrəşmişik. Əslində Azərbaycanda tətbiq olunan iqtisadiyyat modeli Avropaya daha yaxında, nəinki Amerikalılara, nəinki gürcülərin tətbiq elədiyi, nəinki Middle Eastdə, onlar da həddən artıq çox müdaxiləçi bir şeydir. Baxırıq ki, Avropalı eləyir də, deyir ki, məni qoy qırağa, Alman da bunu eləyir də. O demək deyir ki, Alman eləyirsə bizdə baş tutacaq. Bunun ən gözəl yolu nə istədiyini deyirsən. Bunu reklam biznesində olanlar çox gözəl bilir. Ən çox əziyyət çəkdikləri şeydir. Gəlirlər ki, misal üçün agentliyə gəlirlər ki, mənim üçün bir dənə reklam çək, filan aktyor orada sarı köynə ilə gəlsin. Sən dostum, bir dəqiqə dayan. Sən məhsulun satılmağını istəyirsən, qiymətinin artmağını mı istəyirsən, repositioning, yəni fikirlərin dəyişməyini mi istəyirsən? Niyyəti mənədir, mən oturum hesablayım ki, sən hansı addımları atmalısan. Bu cürdə nazirlik çıxıb deməlidir ki, dostlar, mən bu qədər toplayıram, bu məni qane eləmir, mən bunun 10 dəfə artırmaq istəyirəm, 5 dəfə artırmaq istəyirəm. Qoy, institutlar xalqla iç-içə keçib, bunu öyrənsinlər ki, gəlib sizdən soruşsunlar ki, hətta mənzilini icarəyə verənlər arasında rəy sorğusu keçirsinlər ki, sən hal-hazırda icarəyə verirsən, amma əslində vergi vermirsən. Nə qədər vergi istəsək verərsən? Bu sualın cavabını alsınlar və bu cür insan nə qədərdir? Baxsınlar ki, xalq deyir ki, bu qədər olsa verərəm. Yəni, bundan çox olsa vermərəm. Doğrudan da elə olsa əslində həm təbii ki, ölkəmizə, həm də insanların özünə rahat olar. Yəni, hər bir insan mənə elə gəlir ki, o kirayə verən insan var, hansı ki, qaçır vergidən tutaq kim. Onun da ürəyi rahat olar. Gecə rahat yatar ki, mən də dövlətimə xeyir vermiş oluram. Mən də qanundan qaçmıram, qaydadan qaçmıram. Həm dövlətə xeyir vermiş olar, həm də ki, tutalım ki, sizin bir eviniz var Yasamal rayonunda, icarəyə vermişsiniz. Oradakı şəxs Allah göstərməsin, hansısa kriminal əməllə məşğul olub. Və sizin müqaviləniz yoxdur. Əlbəttə sizi çağıracaqlar. Evində qanunsuz bir əməl törədib, ya bir şey olub. Əlbəttə sizi çağıracaqlar. Düzdür, yəni siz məsuliyyət daşımayacaqsınız yekunda, amma o qədər gedib gəlib özünüzü isbat eləməlisiniz ki, ay qardaş, mən oranı icarəyə vermişəm. İlk sual olsa, icarəyə vermişsən, müqavilə niyə bağlamırsan? Yəni, birincisi, siz rahat olacaqsınız ki, mən evimi icarəyə vermişəm, depozitimi göstərmişəm, bank vasitəsilə kartıma ödənişimi alıram, akt vasitəsilə vermişəm ki, evin içində nə var, neyi alacam, depozitimi də götürmüşəm, evi də o şəkildə təhvil alacam. İcarəyə götürən də bilir ki, siz öz başına gəlib onu evindən çıxartmayacaqsınız, çıx çölə deyə bilməyəcəksiniz, öz başına gəlib evi yoxlaya bilməyəcəksiniz ki, görüm evdə nə var, nə yox, yəni, ev mənimdir, özüm bilərəm. O da rahat olar, siz də rahat olarsınız. Siz öz verginizdən məsuliyyət daşıyacaqsınız, o da öz vergisindən məsuliyyət daşıyacaq. Yəni ki, həm dövlət pulunu yığmış olacaq, bundan başqa bunun təhlükəsizlik ayaqları da var. Biz ancaq iqtisadi mövzulardan danışırıq. Dövlət biləcək ki, kim harda yaşayır. Deyirik ki, ehtimal olunur ki, 220 ilə 320 minə yaxın əmlak verilir, icarəyə verilir. Bu 1 milyona yaxın insan deməkdir. Bu o demək ki, biz bilmirik ki, bu insanlar harada yaşayır. Ünvanı haradır, nədir? Düzdür, maraqlı danışırsın. Bəzən gülməli olur, vallahi qınamayın. Dediyiniz misallar həqiqətən maraqlıdır. Bir də ki, bax, hələ evinizi ola bilsin indicə tikirsiniz. Fikirləşirsiniz, mən orada özüm yaşayacağım və yaxud fikirləşirsiniz ki, elə kirayə verəcəm. Düzdür, indi bugün elə bir vəziyyət ki, hər kəs doğrudan da bütün insanlar ağıllıdır. Yəni kirayəçi belə gəlib yaşayanda deyir ki, bir baxım görüm evin vəziyyəti nədir? Ev istidir, yoxsa necədir? Nədən tikilib, nədən tikilməyib? Nə qədər təhlükəlidir, nə qədər təhlükəsizdir? Ona görə məhz təhlükəsizliyi üçün yaxşı materiallar, keyfiyyətli materiallardan istifadə üçün Abşeron Ticarət Mərkəzində sizə məsləhət görürük. Bu heç məsləhət deyil, mütləq ki gedin. Azərbaycanın və dünyanın böyük topdan və pərakəndə ticarət məkanıdır. Ən böyük dostlar və açıq bazar sahəsindən ambar imkanlarına qədər hər şey o məkanda var. Tikinti, təmir materiallarından ev dekoruna qədər. Tikinti, dekor demişkən gündəlik ehtiyaclar üçün də minlərlə seçim o məkanda var. Lökbatan qəsəbəsi Xocasən yolu 57 onların ünvanıdır. Əlaqə nömrəsi Ulduz 67-67-dir.
Salam, tutaq ki mən kirayə verirəm, bir dinləyici yazır, amma vergi vermirəm. Bunu aşkar etmək hansı qurumun vəzifəsidir? Polis bu məsələyə müdaxilə edə bilərmi? Bu barədə danışaraq, reklamlardan sonra qaydaq Firdov. Maraqlı sual ünvanlayıb, deyir ki, mən kirayə verirəm, amma vergi vermirəm. Tutaq ki, yəni məsələn. Bunu aşkar etmək hansı qurumun vəzifəsidir? Polis bu məsələyə müdaxilə edə bilərmi? Nə fikriniz var bu barədə Firdovs bəy? Yeni çıxan bu vergi azaldılması ilə paralel olaraq qərarda da özünü göstərdi ki, sahə müvəkkillərinə həvalə olundu ki, bunun təsbit edilməsi, aşkarlanması. Yəni ki, cavab bəli, artıq polis bu işdən maraqlanacaq, sahə müvəkkilləri öz ərazilərində olan kirayə mənzilləri təsbit edəcək, kirayə mənzil verib müqavilələri olmayanlar cərimələnəcək. Belə bir mexanizmə üst tutmuşuq artıq. Bax, burada elə yaranan artıq bir sualımız da ondan ibarətdir ki, fiziki şəxslər üçün, bax, hansılar ki, kirayə vergisindən yayınır, onlar üçün cərimələr nəzərdə tutulub, yəni bu nəzarət mexanizmi necə həyata keçirilir? Bəli, cərimələr tətbiq olunacaq. İlk dəfə, dəqiq rəqəmləri bilmirəm, ilk dəfə hansısa bir məbləğ sonra artan xətlə gedir. İkinci təkrar baş verdikdə daha da cərimələr artmış olacaq. Yəni təkrar olduqda. Bəli. Təbii ki. 055-203-1103 WhatsApp nömrəmiz açıqdır, əziz dinləyicilər. Siz bizə yaza bilərsiniz, suallarınızı ünvanlaya bilərsiniz. Təbii ki, biz vergidən danışırıq, kirayə vergisindən. Məsələn, siz də fikirlərinizi yaza bilərsiniz. Nə sualınız olsa verin. Bəlkə biz də bir müzakirə eləyərik. Bəlkə bir, elə bayaq da Firdovs bəy necə qeyd elədi ki, yəni bir sorğu keçirmək lazım. Təklif edirəm, hətta burada da keçirmək olar bu sorğunu belə baxanda. Sizə görə əziz dinləyicilər, bax, vergi, təbii ki, kirayə vergisi üçün faiz neçə olmalıdır ki, bax, bütün insanlar deyir, rahatlıqla, hətta ürəklə, deyir, necə deyərlər, həmin o vergini ödəsinlər. Yəni, istəsinlər ödəməyə. Məsələ istəkdir də. Nə vaxt istək yaranır, nə vaxt insana müəyyən qədər bir sanki sərf eləyəndə. Yəni, vergi verirsiniz ümumiyyətlə, əziz dinləyicilər. Vergi verirsiniz, yəni kirayə üçün. Verirsiniz, vermirsiniz, yazın bu barədə fikirlərinizi. İndi verməyən adam inanmıram ki, yazsın vermirəm. Nömrəsi falan düşür. Kim yazacaq ki, ora vermirəm? Amma ki, ən azı verginin faizi barədə soruşa bilərik sizdən. Bax, 10%dir, düzdürmü? Neçə faiz olmasını istəyərdiniz verginin, kirayə vergisinin ki, deyir, hər kəsi sərf eləsin. Yəni, həm dövlətimizə, həm də sizə. Birinci növbədə elə sizə. Tutaq ki. Bax belə, biz də söhbətimizə davam eləyək. Suallarımız əslində elə suallardır ki, bütün suallara elə özünüz cavab verirdiniz maşallah. Və biz də sizi, elit qonaq var ki, doğrudan da bəzən onu rahatlıqla dinləyə bilirsən. Yəni mikrofonu qoy kənara, dinlə, insan onsuz da özü hər şeyə necə lazımdır, geniş cavab verir. Və kirayə verənlər, kirayəçilər arasında kiçik bir sorğu da eləmişik. Əksəri yenə vergidən yayınmağın yollarını axtarır. Yəni sizə görə vergi bu faizindən əlavə olaraq hər hansı bir başqa səbəblər var ki, bizim insanlar yayınır bundan? Var. Nədir səbəb? Var. Deməli, bələdiyyə vergisi adlı bir vergi var da, düzdür. Bələdiyyə gəlir, axır vaxtlarda sərtləşdiriblər. Sizdən tələb eləyir ki, son 3 ilin vergisini ödəyin və qanunun fəlsəfəsinə zidd olaraq 3 ildir vergi ödəmədiyinizə görə vergini sizi bugün borclandırır. Bugün borclandırır da, yəni ki, və deyir ki, 3 ilə görə də cərimə tətbiq edir. X bir məbləğ vergi alır, gedir. Bu az ola bilər, çox ola bilər. Bunda heç bir şey yoxdur. Soruşuram, bütün dünyada bələdiyyə xidmətləri adlı bir şey var. Bələdiyyələr nə xidmət göstərir? Nə xidmət göstərir insanlara? Heç bir xidmət göstərmir. Qəbristanlıq yeri satırlar. Zibilin aparılması ilə bəzi yerlərdə jeklər məşğul olur, Bakı şəhər təsərrüfat idarəsi məşğul olur. Belə olan halda bələdiyyə sizə hansı xidmət göstərir?
Heç bir xidməti göstərmir. Nəyi etməlidir məsələn? Bunu nümunə olaraq deyirəm. Əlbəttə xidmət göstərməlidir. Qarşılığında bələdiyyə çox şey eləyə bilər. 96-cı il bələdiyyələr haqqında qanunda var ki, bələdiyyələr publik şəxs kimi fəaliyyət göstərib çox mənzilli binaları təhvil alıb onlara xidmət də göstərə bilər. Onların çıxarışlarının verilməsində iştirak da eləyə bilər. Deyə bilər ki, ey dövlət, mənim ərazimdə filan binadır. Onun nizamnaməsində var ki, orada MMMC kimi də mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti kimi çıxış edib xidmət göstərsin. Elə ancaq onu bilirlər ki, gedək vergi eləyək, verməsə stop qoyacaq, filan şey eləyəcək, başlayırlar hədələməyə. Qarşılığında nə verirsən? Axı haqsızsız. Dövlət bu vergini də tətbiq eləyəndə canı sağ olsun. Amma açıqlamasını da olmalıdır ki, səhəri gün belə bir şeylər olduqda biz də vergi alan tərəf kimi də, yəni vergini verdik sizə də. Bu işlərə daha sürətli baxılacaq. Bunun içinə sığortadan mı əlavə etmək olardı? Məsələn, 10%dirsə mən çox istəyərdim ki, bunun içərisində sığorta da olmuş olsun, sığortalanmış olsun, risklərdən sığortalansın. Məsələn, əmlak sahibi evində hər hansısa bir şey olmuş olarsa, əmlaka ziyan dəymiş ola bilərsə və ya hansısa müddət boş qalarsa, o sığorta hesabını oradan alsın da, yəni ki 10% istəməmsən, içini bir şeylərlə doldur da bunun. Heç bir şey vermirəm, mən bu vergini toplayıram. Bu özü də bir boşluqdur. Ki bunun izahı yoxdur, izahını vermirlər insanlara, bəlkə özləri bilirlər. İnsanlar bundan xəbərsizdilər. Və dinləyici yazır sizə, bir dinləyici. İstəyirəm WhatsApp nömrəmizi xatırladım, digərlər də yazsın. 055 203 1103 WhatsApp nömrəmizdir. Bir daha xatırladıram, 055 203 1103 səsli mesaj da göndərə bilərsiniz və yaxud sadəcə yazın bizə. Dinləyici yazır ki, salamlayıram sizi. Məncə minimum olmalıdır. Çünki Bakıda həddindən artıq adam kirayədə qalır. Sualım odur ki, sahə müvəkkili necə müəyyən edəcək ki, bu adam kirayə qalır, ya qohumunun evidir misal üçün. Yəni, kirayə qalan adam desə ki, nə bilim, əmmi oğlumun evidir, qalıram, necə olacaq? Yəni, sanki bir aldatma üsulu olaraq da var da belə bir hallar. Deyir ki, qohumumdur qalır və yaxud dostumdur qalır. Bayaqki məsələyə qayıdırıq da, sahə müvəkkili başlayacaq təzyiq eləməyə, o gec-tez öyrənmiş olacaq, soruşacaq, necə qohumundur, filan şeyləri təqdim elə, göstər nənənin, babanın metrikasını, zadını, başlayacaq təzyiq eləməyə bir şəkildə ki, o da çatsın da, çünki ona deyilməsin ki, elə nə oldu, sənin ərazində hamısı qohum oldu. Bunun 450 nəfəri qohumu qalır. Elə belə nə yaxşı biz qohum sevən insanlar olmuşuq. Nə vaxtdan olmuşuq belə bu qədər qohumu çox sevmişik. Yenə də bu həlli yolu deyil, ora qayıdır. Yəni geci tezi var həm də. İnzibati üsulla təzyiq göstərmək həlli yolu deyil. Haqqaniyyət olmalıdır. Haqqaniyyət olmalıdır. İnsanların özündən soruşulmalıdır. Hədəf qoyulmalıdır ki, mən bu qədər, birinci hədəf qoysunlar ki, mən bu qədər toplamaq istəyirəm, bu qədər toplamaq istəyirəm, məbləği artırmaq istəyirəm. Və insanlardan soruşmaq lazımdır ki, 1000 manatlıq evinizə görə nə qədər vergi istəsək verərsiniz. Sevinəsiniz. Ola bilərmi ki, biz o sualı verəndən sonra, yəni cavabı elə alaraq ki, o da dövlətə sərf eləməz? Bütün hallarda sərf eləyər. Doğru. İndikindən qat-qat yüksək olacaq. İndiki düşdüyü vəziyyətdən qat-qat yüksək olacaq. Onda razılaşıram sizlə. Çünki fikirləşdim ki, deyir, o var bundan sui-istifadə edən insanlar. Məsələn, bir sorğu edirsən, deyir, elə bir faiz deyir sənə ki, özün şoka düşürsən ki, yox, elə şey ola bilməz. Yəni, onu nasıl heç götürməzin dövlət səndən. O, hər zaman olur, hər zaman olur. Sayıya baxmaq lazımdır. Məsələn, biz səsləndiririk ki, 280-320 min arası. Biz hədəf qoymalıyıq ki, bu 200 minini necə eləyək? Ən pis halda 200 minini vergiyə cəlb eləyək. Yaxşı halda, normal halda 220 min, yaxşı halda 250 minini cəlb. Onsuz oradan qaçan olacaq. Hər yerdə olur. Amerikada da var, Almaniya, Rusiyada da var, hər yerdə var. Baxır sayı nə qədərdir, neçə faizi bunun vergidən qaçır, nə qədərdir bu və niyə vergidən qaçır? Amerikanlıların bir dənə xasiyyəti var, mən onu çox sevirəm. Amerikalılar harda qanun boşluğu var, harda insanlar neynəməyə başlayır, onu qanuniləşdirirlər. Bir şey ki, özünə cığır açır, onu qanuniləşdirirlər. Bir dənə nümunə deyim, mövzumuzla da əlaqəlidir.
Belə bir praktika var ki, orada kollektor firmaları əslində bizdə də var. Onların səlahiyyəti bizimkilərdən daha çoxdur. Məhkəmə icrasında olan işləri və ya sizin alacaq verəcək məsələləriniz var da, mənimlə işləyirsiniz 10 ildir. Mən sizə ildə 2 dəfə ödəniş edirəm. Onlarda firmalar var ki, o firma mənim ödəməyimi qarant durur, götürür üzərinə. Sizin ödənişinizi isə 10 gündən bir, 5 gündən bir sizə hansısa faiz qarşılığında. Bizdə məhkəmə icralarında yüz minlərlə iş var. Yüz minlərlə gözləyən iş var. Məhkəmə personalı, icra personalı bugün desə ki, bugündən etibarən gec 24 saat işləyəcək, bəlkə 10 il vaxt lazımdır onu icra eləməyə. Olmazmı ki, elə şirkətlər yaradılar? Kim istəyir könüllü şəkildə hansısa bir ödəniş qarşılığında ora dövr eləyə. Həm o şirkətlərdə personal çalışmış olacaq, həm bu işləyişi ədalət bərpa olunmuş olacaq. Bütün hallarda da yenə deyirəm, o cığırı açıb onu qanuniləşdirmək Amerikalıların ən üstün tərəflərindən biridir. Yəni bazar özü neyniyibdir? Bazar hal-hazırda elə eləyib ki, qanunvericiliyimizin invalidliyindən yola çıxaraq bu kölgəyə keçib. Bunu kölgədəkini ağa çevirmək üçün nə etmək lazımdır? İnsanlar nə istəyirsə onları zorlamadan ona doğru elib ağa keçirtmək lazımdır. Bir dinləyici yazır ki, 100 manata 5 manat vergi ən yaxşı halda. Bu neçə faiz eləyir? 5% eləmiş onlar. 5% eləmiş, ən yaxşı halda. Mən deyirəm də, yəni 5% hə, ola bilər. 5 manat, 100 manatın 5 manatı açılıb istəyirlər. 50 manat, 1000 manatın 50 manatı istəyir. Mövzudan kənar da sual vermək istəyir vergi ilə bağlı. Verin, yazın sualınızı. Uyğun olarsa təbii ki, əlbəttə cavablandıraq. Niyə də olmasın? 055 203 1103 WhatsApp nömrəmizdir. Yazın suallarınızı. Biz kirayə vergilərindən danışırıq və deyirik ki, 10%dir təbii ki, kirayə vergisi. Siz neçə faiz olmasını istəyərdiniz? Bax, bu maraqlıdır. Neçə faiz olsaydı sizi qane edərdi? Hətta mənə gəlir ki, faizlərin aşağı olmasından insanlar da həvəsə gələr kirayə verməyə. Bəlkə də heç vaxt verməyən insan da kirayə deyək ki, qoy verirəm də, yəni daha da sərf edir. Bir də sərf eləyən bir daha sizə xatırladım ki, Abşeron Ticarət Mərkəzidir. Alışverişdə doğrudan da çox rahatdır. Minlərlə məhsul bir məkanda, Azərbaycanın ən böyük toplam və pərakəndə ticarət məkanında, o da məhz Abşeron Ticarət Mərkəzi. Burada tikinti təmir materiallarından ev dekoruna açıq bazar sahəsindən ambar imkanlarına qədər hər şey var. Geniş seçim, sərfəli qiymətlər və rahat parking. Lökbatan qəsəbəsi, Xocəsən yolu 57. Əlaqə nömrəsi Ulduz 67 67-dir. Və səsli mesajımız var deyəsən. Dinləyə görə dinləyicimiz nə deyir? Bəlkə elə o da faizlərdən narazıdır. Salamlayıram sizləri. Təşəkkür edirəm ki, cavablandırırsınız suallarımızı. Zəhmət olmasa deyərdiniz ki, usta əgər yanında bir fəhli ilə bir gün bir yerdə, 5 gün bir yerdə, 3 gün bir yerdə işləyirsə, o hansı formada vergi verməlidir ki, onu gəlib incitməsinlər ki, sən müqaviləsiz işləyirsən, belə bir hallar baş verməsin görə. Maraqlı sual ya. Deməli, nəsə demək olar bu barədə? Bəli. Buyurun. Deməli, belə bir yeni bir tənzimləmə oldu vergilərdə. Qaimə əsaslı bunlar bərbərlərdir, ustalardır, kondisioner ustasıdır, tutalım ki, fərdi işləyən çalışanlar, onlar artıq fiks, müəyyən bir məbləğ ödəyirlər aylıq. 30 manatdır, yoxsa 50 manatdır. Dövriyyəni də həm istəsələr terminal formalaşdıra bilirlər, telefonda əpp vasitəsində hesablarına, həm də nəqd ala bilirlər. Dövlət onlardan sadəcə fiks bir vergi istəyir və bunu da sadələşdirib bu istiqamətdə bir doğru bir addım atılmışdır. Yəni var, bunun üçün də aylıq ödəniş var, sadəcə araşdırmaq lazımdır onu da. Yəni ki, hardan, necə. Biz proqramımızın sonuna gəlib çatırıq, yəni bu saatımızın sonuna, Firdevsi bəy. Doğrudan da deyir, elə bir insansız ki, heç sual verməyə ehtiyac olmur. Yəni mən baxdım suallarımıza, mən başa düşdüm ki, elə bütün sualları maşallah ki, özünüz cavablandırmışsınız, əlaqələndirmişsiniz, məsələ orasıdır. Yəni bir var, ayrı-ayrı, qırıq-qırıq danışasan, bir də var ki, əlaqələndirəsən, hardan hara, hansı sualdan hansı suala keçdiyini biləsən. Və istəyirəm son olaraq, bax, nə tövsiyələriniz varsa,
İndi bu ideyaları, fikirləri də qoyduq kənara. Nə tövsiyəniz ola bilər bu gün bizim vətəndaşlara, sizi dinləyənlərə? Son sözünüz, buyurun. Fürsətdə hər dəfə əlimə bu fürsət düşmür, qoy bu fikri səsləndirim. Deyin, rahat olun. Azərbaycanda 120 min insan. Bu 14, üzr istəyirəm, 24 yoxsa 25-ci ilin statistikasıdır. Çox da şey dəyişmir. 120 min insan inşaat sektorunda çalışır. Rəsmi çalışır. 6.8% ümumi çalışanların faizidir. Və inşaat və əmlak sektoru ən çox gizli işçinin olduğu sektordur. Kölgədə olan. O işçiləri qeydiyyatını aparmaq bütün dövlətlər bundan çətinlik çəkir. Tək bizim problemimiz deyil. Yəni faktiki götürdükdə təqribi çalışanlarımızın 10-11% bu sektordadır. 10-11%. Bu rəqəmlər daha da arta bilər. Deməli, mən sorğu göndərdim. Heç bir universitetimizdə property management əmlakın idarə edilməsi, management fakültəsi yoxdur. Bakalavr. Dedim magistrda olar. Magistr fakültəsi yoxdur. Doktorada çalışanlar yoxdur. Dedim ki, dərs olaraq mütləq var. Bu qədər Allaha pənah olmaz da, yəni bu qədər də deyilik dedim və öyrəndim ki, ümumiyyətlə dərs olaraq da yoxdur. Heç bir universitetimizdə. Yəni bizdə elə bir fakültə yoxdur ki, hansı ki əmlakla bağlı olsun, inşaatla bağlı olsun. İnşaatla bağlı mühəndislik, texniki fakültələr var. Proper əmlakın idarə edilməsi. Yəni ingilislərdən soruşsanız, hər az qalsın, Sumqayıtlılar demişkən, az qalsın hər domda bir dənə mütəxəssisləri var bunların. Hər qapıda bir mütəxəssisləri var bunların. Bizdə əhalimizin rəsmi çalışanların faktiki 6.8%, qeyri-rəsmi ilə birlikdə götürəndə bəlkə 10% keçir, amma Allaha pənah gedirik. Yaxşı olardı ki, bunun təhsili təcili olaraq verilsin. Həm də universitetlərimiz üçün fürsətdir də, yəni ki, garanti iş yeridir. Heç yoxdur mütəxəssislərimiz. Real estate MBA ehtiyac var və property əmlakın idarə edilməsi üzrə mütəxəssislərə ehtiyacımız böyükdür. Bizim də sizə bugün ehtiyacımız var idi. Çox sağ olun, gəldiniz. Çox maraqlı söhbət apardıq. Sizin sayənizdə nələrsə öyrəndik, bir ağlımızdan keçirdik. Yəni elə fikirlər var idi ki, adam doğrudan evə gedəndə ən azı yolda da fikirləşir. Doğrudan da belə eləsək daha yaxşı olar. Bu olsaydı daha yaxşı olardı. Adam danışır özü ilə, amma siz də bugün bizimlə danışdınız. Çox sağ olun və dinləyicilər də sizə öz təşəkkürünü bildirir. Əziz dinləyicilər, biz növbəti bu ikinci saatımızda söhbətimizə davam edəcəyik, amma başqa bir mövzuda. Yəni ikinci saatda biz evimizdəki məişət cihazlarından, onlara servis xidmətlərindən danışacağıq və siz də təbii ki fikirlərinizi yaza biləcəksiniz. Birazdan Xəzər FM-də son xəbərlərin vaxtıdır. Sizə çatdıracaq aparıcımız olacaq. Bizi dinləməyə davam edin. Saat 1-dən sonra dərhal qayıdırıq. Hələlik.